Salam, hörmətli həmkarlar, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz alt standartın tərkib hissələri, alt standartdan təlim nəticələrinin çıxarılması. Biz əvvəlki dərslərimizdə alt standart, əsas standart, məzmun xətti bunlar haqqında sizinlə dərsimiz olmuşdu və biz bilirik ki, alt standart dövlətin təhsil alanlar və təhsil verənlər qarşısında qoyduğu minimal tələblərdir. Yəni təhsil alanlarda formalaşdırılan bilik və bacarıqlar, yəni alt standartda öz əksini tapır. Biz bilirik ki, alt standart özü iki hissədən ibarət olurdu. Bilik və bacarıq hissəsi. Məsələn, baxın, burada bir standart qeyd eləmişik. Yerin daxili quruluşunu şərh edir. Nə edir? Şərh edir. Sualına cavab verən, yəni nə edir sualına cavab verən hissə? Onun fəaliyyət hissəsidir, bacarıq hissəsidir. Nəyi? Yerin daxili quruluşunu, yəni nəyi sualına cavab verən hissə isə təbii ki, onun bilik hissəsidir. Yəni bildiyimiz kimi alt standartlar bilik və bacarıqlardan ibarətdir və şagirdlərdə müəyyən biliklərin, bacarıqların formalaşmasına gətirib çıxardır. Və biz qeyd etmişdik ki, alt standartın əsas 4 funksiyası var idi. Bunlardan birincisi təlim məqsədlərinin, yəni dərsin məqsədinin, təlim nəticələrinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Yəni bizim dərsimizin məqsədi alt standartdan çıxarılır. İkincisi, təlim strategiyalarının dəqiq seçilməsinə mühüm rol oynayır. Bəli, çünki hansı iş üsulundan, hansı iş formasından istifadə edəcəyimiz təbii ki, alt standartdan asılıdır. Biz alt standartın tələblərinə uyğun olaraq metodları müəyyənləşdiririk. Ona görə strategiyaların da seçilməsi təbii ki, alt standartın əsas funksiyalarından biridir. Alt standartın üçüncü funksiyası təlimdə inteqrativliyi təmin edir. Yəni inteqrasiyanı təmin edir. Biz inteqrasiya haqqında da sizinlə danışmışdıq. Qeyd etmişdik ki, inteqrasiyanın 3 növü var. Fəndaxili, fənlərarası və fənüstü. Fəndaxili inteqrasiya, yəni ki, eyni fənnin daxilində əlaqə yaratmaq idi. Bunu da üfüqi və şaquli olmağın iki hissəyə bölürdük. Fənlərarası inteqrasiya bir neçə fənnin bir-biri ilə əlaqələndirilməsi idi. Fənüstü inteqrasiya isə həyatla əlaqələndirmədir. Yəni biz bunu əlavə dərsimizdə qeyd etmişik deyə, bunlara dərindən toxunmuram. Yəni istəsəz fən qrupuna aid olan terminlərin təsviri adlı mövzumuz var. Oradan bu haqqda daha ətraflı məlumat əldə edə bilərsiniz. Və dördüncü funksiyası isə təlimin məzmununun davamlı inkişafını təmin edir. Yəni yuxarı siniflərə qalxdıqca alt standartlar mürəkkəbləşir və davamlı inkişafı təmin edirdi. Və qeyd etdiyimiz kimi, baxın, alt standartın birinci funksiyası dərsin məqsədinin müəyyən edilməsidir. Yəni yadda saxlayırıq ki, dərsin məqsədi haradan müəyyən olunur? Təbii ki, dərsin məqsədi alt standartdan çıxarılır. Baxın, məsələn, burada mən alt standart qeyd etmişəm, yerin daxili quruluşunu şərh edir. Bu mənim alt standartım və alt standart dövlət tərəfindən qoyulur. Düzdür, mən ola bilər ki, burada qeyd etdiyim alt standart düzgün olmasa, məsələn, odur ki, izah eləməyə üçün qoymuşam bunu. Yəni, alt standartı dövlət müəyyən edir. Müəllim özündən alt standart müəyyən edə bilməz, müəllim özündən alt standart hazırlaya bilməz. Sadəcə dövlətin hazırladığı alt standartdan seçib onları reallaşdıra bilər. Ona görə yadımızda saxlayırıq ki, alt standartı müəyyən edir dövlət. Və müəllim isə həmin o alt standarta baxaraq məqsəd çıxarda bilər. Baxın, məsələn, yerin daxili quruluşunu şərh edir. Belə bir alt standart qoyulub, mən onu daha da dəqiq, daha ətraflı, şagird üçün daha başa düşülən, daha spesifik formaya salmışam. Yerin nüvə, mantiyə, yer qabığı təbəqələrinin xüsusiyyətlərini şərh edir. Yəni, artıq burada şagird yerin daxili quruluşu dedikdə, burada nüvə, mantiyə, yer qabığının aid olduğunu görür və bugünkü dərsinin məqsədinin mantiyanın, yer qabığının, nüvənin xüsusiyyətlərini şərh etməli olduğunu, izah etməli olduğunu anlayır. Ona görə yadımızda saxlayaq ki, dərsin məqsədi çıxarılacaq alt standartdan. Bəs biz alt standartdan təlim nəticələrini çıxaran zaman nələrə diqqət yetirməliyik? Birinci məsələ odur ki, yəni biz dərsimizin məqsədinin qoyulması çox vacib bir amildir. Yəni biz mütləq gündəlik planlaşdırmamız olmalıdır və biz dərsin məqsədini müəyyən etməliyik. Dərsin məqsədinin müəyyən edilməsi elə bil 2050% düzgün görülməsi deməkdir. Məsələn, biz adicə həyatdan gəlin götürək. Həyatda qarşımıza bir məqsəd qoyanda, bir hədəf qoyanda artıq nə iş görəcəyimizi bilirik. Qarşımıza nələr çətinlik çıxa bilər, nələr əngəl ola bilər işimizə, bunların hamısını görə bilirik. Və yaxud da işimizin axıcılığı necə gedəcək, bunu müəyyən edə bilirik. Ona görə biz mütləq planlama aparmalıyıq və planlama zamanı da təbii ki, dərsimizin məqsədini müəyyənləşdirməliyik.
Ona görə də dərsin məqsədinin müəyyən edilməsi dərsin 50% doğru seçilməyi deməkdir. Və təbii ki, biz mütləq və mütləq dərsimizin məqsədini şagirdlərə elan etməliyik. Yəni, əgər mən dərsin məqsədini hazırladım, şagirdə elan etmədimsə, yenə də burada tamlığı yoxdur. Çünki mən dərsimin məqsədini mütləq şagirdə elan etməliyəm. Şagird bilməlidir ki, bugünkü məqsəd nədir, mən nə iş görməliyəm, nəyə çatmalıyam. Ona görə mütləq və mütləq, hətta lövhəyə yazılı şəkildə yazsaq daha yaxşıdır. Yəni, yazılı şəkildə yazsaq, şagirdin tam gözünün qarşısında qalar ki, bu gün mənim məqsədim nədir, mən hansı məqsədə çatmalıyam, hansı bilik və bacarıqları əldə edəcəm, o şagirdin gözünün qarşısında olmalıdır. Alt standartdan təlim nəticələri çıxarılan zaman bir şeyə diqqət yetirmək lazımdır ki, müəllim mən nə keçəcəyəm yox, şagird nə öyrənəcək yanaşmasında olmalıdır. Yəni, effektiv təlim nəticələri şagirddən nə gözlənildiyini, dərsin sonunda onların hansı bilik və bacarığa yiyələnəcəyini təsvir etməlidir. Baxın, hörmətli müəllimlər, yəni bizim hal-hazırda müasir təhsil sistemi müəllim yönümlü yox, şagird yönümlüdür. Əlbəttə ki, bu belə də olmalıdır, çünki təhsil alan şagirddir, hər şey şagirdin marağına uyğun olmalıdır və hər şey şagirdin belə deyə öyrənməsinə, təfəkkürünün formalaşmasına xidmət göstərməlidir. Ona görə də bizim təlim nəticələrimiz çıxarılan zamanda orada müəllim mən nə keçəcəyim yox, şagird nə öyrənəcək yanaşmasında olmalıdır. Məsələn, baxın, biz burada 2 dənə təlim nəticəsi qeyd etmişik. Birinci təlim nəticəsində qeyd olunur ki, məsələnin həlli yolunu öyrədir. Baxın, öyrədən kimdir? Müəllim. Və gördüyünüz kimi birinci təlim nəticəsində müəllimin fəaliyyəti əks olunub. Gəlin ikinci təlim nəticəsinə baxaq, məsələni həll edir. Məsələni həll edən kimdir? Şagird. Ona görə bizim birinci qeyd olunan təlim nəticəsi yanlışdır. Yəni ki, bir şey yadda saxlayırıq ki, əgər təlim nəticəsi şagirdin fəaliyyətinə yönəlibsə, bu doğrudur. Əgər yox, müəllimin fəaliyyətinə yönəlibsə, bu yanlışdır. Xüsusilə biz təlim nəticələrinin sonunda, məsələn, öyrədir. Dəqiqə, üzr istəyirəm. Bunu yenidən açaq. Müəllimlər, bir şey yadda saxlayaq ki, əgər biz təlim nəticəsinin sonunda öyrədir, formalaşdırır və bu tipli sözlər görsək, təbii ki, bu düzgün təlim nəticəsi deyil. Niyə? Çünki, müəllimlər, bax, öyrədir. Bax, yazıram bura, öyrədir. Və yaxud da formalaşdırır. Baxın, gördüyünüz kimi, burada müəllimin fəaliyyəti əks olunub. Məsələn, yazıram ki, burada qeyd etmişik, məsələnin həlli yolunu öyrədir. Demək, bu müəllimə yönəliş təlim nəticəsidir, bu düzgün deyil. Yəni, bu cür təlim nəticəsi görsəz, bilin ki, bu düzgün formalaşmayıb. Amma məsələni həll edir desə, məsələni həll edən kimdir? Şagird. Şagirdə tərəf yönəlir. Və yaxud da digər bir nümunə yazıram. Tutaq ki, yazıram ki, şagirdlərdə vətənpərvərlik hissləri formalaşdırır və yaxud da nə bilim aşılayır, fərqi yoxdur. Artıq bu qeyd etdiyimiz, bu müəllim yönümlü təlim nəticəsidir. Ona görə bu təlim nəticəsi düzgün deyil. Amma təlim nəticəsini belə qoysam ki, vətəndaşlıq tutaq ki, duyğuları nümayiş etdirir. Artıq nümayiş etdirən kimdir? Şagird. Bu düzgün olardı. Amma yox, yəni bir sözlə müəllimin nəsə öyrətməsindən, nəsə formalaşdırmasından gedirsə təlim nəticəsində, təbii ki, bu təlim nəticəsi düzgün ola bilməz. Ona görə baxın, bu cür məsələlərə diqqət yetirin. Əgər şagirdin yox, müəllimin fəaliyyəti əks olunubsa, təbii ki, bu düzgün təlim nəticəsi hesab edilməyəcəkdir. Sonra, gəlin digər amillərə baxaq. Dərs üçün təlim nəticələrinin bəzi xüsusiyyətləri. Qeyd etdiyimiz kimi, bizim məqsəd mütləq və mütləq alt standartdan çıxarılmalıdır. Bəzən testlərdə qarşınıza çıxa bilər ki, dərsin məqsədi əsas standartlardan çıxarılır və yaxud da məzmun xəttindən çıxarılır. Baxın, bunlar tamamilə yanlışdır. Dərsin məqsədi mütləq və mütləq alt standartdan çıxarılmalıdır. Yəni, alt standarta uyğun olmalıdır. Məsələn, mənim bugünkü alt standartım yerin daxili quruluşu ilə bağlıdırsa, məqsədim də yerin daxili quruluşu ilə bağlı olmalıdır. Mən gedib çaylarla, göllərlə bağlı məqsəd çıxarsam, təbii ki, bu yanlış olacaq. Ona görə mənim alt standartım nədirsə, mənim məqsədimin də məzmunu, yəni alt standarta uyğun olmalıdır, onunla bağlı olmalıdır. Və şagird yönümlü olmalıdır. Şagirdlər hansı bilikləri, bacarıqları əldə edəcəklər, onlar dəqiq
doğru formada öz əksini tapmalıdır. Məsələn, bayaq dediyimiz kimi, nüvə, mantia, yer qabığının tutaq xüsusiyyətlərini şərh edir. Artıq şagird bilir ki, mən bu gün dərsdə mantiyadır, nüvədir, yer qabığıdır, bunların xüsusiyyətləri müəyyənləşib izah etməliyəm, şərh etməliyəm. Aha. Deməli, alt standartı çıxarılan zaman digər nəzərə alınacaq amil isə fəaliyyətin əksinə olaraq öyrənmə önə çəkilməlidir. Dərs ərzində şagirdlərin nə edəcəyi deyil, nə öyrənəcəyi əks olunmalıdır. Bu zaman Bloom taksonomiyasının feillərindən istifadə etmək mütləqdir. Dərsin məqsədlərində öyrənməni önə çəkən amil taksonomiyanın asar feilləridir. Əlbəttə ki, bu belədir. Biz Bloomun idraç taksonomiyasını keçən zaman sizə qeyd etmişdik. İstər dərsin məqsədinin çıxarılması, istər qiymətləndirmə rubriklərinin, yəni qiymətləndirmə meyarlarının müəyyən edilməsi. Bunların hər birində Bloomun idraç taksonomiyasının feilləri bizə çox lazım olur. Ona görə də təlim nəticələrinin sonunda mütləq və mütləq Bloomun idraç taksonomiyasının feilləri olmalıdır və şagirdin öyrənməsi önə çəkilməlidir. Baxın, 2 dənə bura biz məqsəd yazmışıq. Birincisi deyir ki, şagirdlər məlumatları toplaya bilir. İkincidə deyir ki, şagirdlər topladıqları məlumatlardan məqsədli istifadə edir. Baxın, birincidə sadəcə fəaliyyət önə çəkilib. Məsələn, şagird Şah-İsmail Xətai haqqında məlumat toplayır. Hələ burada öyrənmənin olduğunu biz deyə bilmərik. Yəni, biz bunu qiymətləndirmə bilmərik bu təlim nəticəsini. Sadəcə məlumat toplayır da. Burada nə var ki, sadəcə fəaliyyət var, öyrənmə yoxdur. Amma desəm ki, topladığım məlumatlardan istifadə edir, hə, artıq bu öyrənmədir. Demək, artıq informasiyadan istifadə edə bilirsə, öyrəndiyini tətbiq edə bilirsə, deməli, artıq burada öyrənmə var, təkcə fəaliyyət yox, həm də burada öyrənmə önə çəkilməsi özünü göstərir. Ona görə də yadda saxlayaq ki, mütləq və mütləq bizim təlim nəticələrimizdə öyrənmə önə çəkilməlidir. Fəaliyyət yox, öyrənmə önə çəkilməlidir. Gəlin belə deyək. Məsələn, Şah-İsmail Xətai və Tehmasib haqqında məlumat toplayır. Və yenə də burada sadəcə fəaliyyət önə çəkilib. Hələ burada biz öyrənmənin olduğunu deyə bilmərik. Amma desəm ki, Şah-İsmail Xətai və Tehmasibi müqayisə edir, oxşar və fərqləri müəyyənləşdirir. Artıq burada öyrənmə dəqiq var. Çünki əgər müqayisə apara bilirsə, demək öyrənmə var ki, müqayisə aparıb. Ona görə mütləq biz fikir verməliyik ki, bizim təlim nəticələrimizin sonunda Bloomun idraç taksonomiyasının feillərindən istifadə edilsin. Və burada bir şey yadda saxlayaq ki, müasir dövrdə təlim nəticələrinin çıxarılması zamanı SMART abreviaturasından istifadə edilir. Və burada SMART abreviaturası nədir? Biz burada diqqətlə baxsaq, burada S spesifik, yəni burada hər hansı bir ingilis dilində olan sözlərin başlanğıcıdır. Məsələn, burada S spesifik sözünün baş hərfidir. M measurable sözünün baş hərfidir. A achievable sözünün baş hərfidir. R realistic sözünün baş hərfidir. T isə time framed sözünün baş hərfidir. Təbii ki, biz bu sözlərin mənasını bilməyimizə ehtiyac yoxdur. Sadəcə olaraq burada smart sözünün anlamı sizə izah etmək istəyirəm ki, hər hansı burada ingilis dilində sözlərin qısaldılmışıdır. Və müasir dövrdə təlim nəticələrinin xüsusiyyətlərini müəyyən etmək üçün biz SMART abreviaturasından istifadə edəcəyik. Bunlardan birincisi S, spesifik. Yəni ki, bizim təlim nəticəmiz spesifik olmalı, dəqiq olmalı, aydın olmalıdır. Baxın, gəlin bura nümunə göstərək. Məsələn, tutaq ki, deyək, mən məqsəd çıxardıram. 2 dənə sizin üçün məqsəd yazıram. Tutaq ki, birinci məqsəddə yazıram ki, sayların elementlərini tutaq ki, izah edir. Baxın, birinci məqsədə belə çıxartmışam ki, sayların elementlərini müqayisə edir. İkinci bir məqsəd yazıram ki, kanyon, şəlalə, astana, nə bilim, meandr anlayışlarını izah edir. Gəlin görək, bizim çıxartdığımız birinci məqsəd daha dəqiqdir, yoxsa ikinci məqsəd daha dəqiqdir? Baxın, biz burada diqqətlə fikir versək, görərik ki, ikinci məqsəd daha aydındır. Niyə? Çünki mən burada məqsəd qoysam ki, sayların elementlərini izah edir. Bu, ümumi bir təlim nəticəsi. Yəni, sayların o qədər elementləri var ki, yəni, burada bizim təlim nəticəmiz spesifik deyil, tam dəqiq deyil, ümumi şəkildə qeyd olunub. Amma sayların elementləri olan kanyon, şəlalə, astana, meandr bu anlayışların nə olduğunu şagird izah edə biləcəksə,
artıq bu daha dəqiq, daha spesifikdir. Baxın, birinci təlim nəticəsi daha ümumidir. İkinci təlim nəticəsi isə spesifikdir, yəni daha dəqiqdir. Ona görə biz mütləq çalışmalıyıq ki, təlim nəticələrimizi çıxardan zaman bizim təlim nəticələrimiz daha dəqiq, daha spesifik formada olsun. İkincisi, measurable. Təlim nəticələri ölçülə bilən olsun. Təlim nəticəsinin də ölçülə bilən olması üçün mütləq və mütləq biz Bloom'un idraç taksonomiyasının feillərindən istifadə etməliyik. Məsələn, mən təlim nəticəsi yazıramsa, təlim nəticəmin sonunda izah edir. Baxın, anlama mərhələsinin feilidir, izah edir. Nə bilim, əsaslandırır. Tutaq ki, müqayisə edir. Həll edir. Nümayiş etdirir. Və s. Yəni, və s. kimi Bloom'un idraç taksonomiyasının feillərindən istifadə edilməlidir ki, mən həmin təlim nəticəsini qiymətləndirə bilim. Çünki biz bilirik ki, bizim qiymətləndirmə meyarlarımız təlim nəticələrindən çıxarlar. Ona görə bir daha qeyd edirəm, biz elə təlim nəticələri qoymalıyıq ki, mütləq sonda onu qiymətləndirmək olsun, ölçmək mümkün olsun. Yadda saxlayırıq ki, təlim nəticələrimizin yəni ölçülə bilən olması üçün təlim nəticələrinin sonunda Bloom'un idraç taksonomiyasının feilləri olmalıdır. Məsələn, müqayisə edir, nümayiş etdirir, izah edir, şərh edir, nə bilim, həll edir və s. Yəni, bu kimi feillər olmalıdır ki, biz bu təlim nəticələrini qiymətləndirə bilək. Amma təlim nəticələrinin sonunda spesifik olmayan, situativ feillər, məsələn, bilir. Baxın, yazıram bura. Məsələn, təlim nəticəsinin sonunda bilir. Bu feilləri əzbər bilin. Bilir, bacarır, sonra tanıyır, görür, əzbərləyir, məlumat toplayır. Baxın, bu tipli feillər gördüksə, bu düzgün təlim nəticəsi deyil və bunu qiymətləndirmək mümkün deyil. Məsələn, yazıram ki, Azərbaycanın, məsələn, belə bir məqsəd qoymuşam ki, Azərbaycanın sərhədlərini bilir. Yəni, sərhəd olduğu ölkələrdə qısa formada yazın, bilir. Burada görürsünüz, sonunda bilir feili var. Yəni, bunu biz necə qiymətləndirək? Yaxşı, necə bir meyar qoyaq? Bilməyi hansı, məsələn, 4 səviyyə uyğun qiymətləndirə bilərik? Hansı meyarları müəyyən edə bilərik? Hansı rubriklər əsasında qiymətləndirə bilərik? Bu mümkün deyil. Ona görə yadınızda saxlayın ki, təlim nəticəsinin sonunda, bunlar qəbula çox düşür, bunlarda çox diqqətli olun. Təlim nəticələrinin sonunda bilir, bacarır, tanıyır, görür, əzbərləyir, məlumat toplar, bu tipli feillər olarsa, bu təlim nəticəsi düzgün deyil. Yəni, sizdən soruşanda ki, hansı təlim nəticələri düzgün formalaşdırılmayıb, bu tipli feilləri gördünüz, bilin ki, düzgün formalaşdırılmayıb. Məsələn, nə bilim, Azərbaycan bəstəkarlarını tanıyır, nə bilim, şeiri əzbərləyir və s. Bu tipli ifadələr görsəz, bilin ki, bu düzgün təlim nəticəsi deyil. Sonra, növbəti bir məsələ achievable, yəni əldə oluna bilən. Bizim qoyduğumuz təlim nəticələri nə həddən artıq çox çətin, nə də həddən artıq çox asan olmamalıdır. Yəni, orta çətinlikdə olmalıdır və şagird yəni, biraz düşünərək, fəaliyyət göstərərək o məqsədə gedib çata bilməlidir. Məsələn, mən 6-cı sinif şagirdinə həddən artıq ağır təlim nəticəsi qoya bilmərəm. Çünki onun yaş səviyyəsinə uyğun olmayacaq və məqsədə reallaşmayacaq. Və yaxud da yuxarı sinif şagirdinə, 10-cu sinif şagirdinə mən 6-cı sinif səviyyəsində məqsəd qoysam, bu zamanda onda heç bir irəliləyişki olmayacaq. Ona görə yadda saxlayaq ki, bizim qoyduğumuz məqsəd, təlim nəticəsi nə həddən artıq çox asan, nə də həddən artıq çox çətin olmamalıdır. Sonra, realist, yəni ki, real imkanlar nəzərə alınmalı, təlim nəticələri, mövcud resursları, öyrənmə mühitini nəzərə alaraq realistik şəkildə çıxarılmalıdır. Baxın, mənim əlimdə nə resurs varsa,
təlim məqsədimdə, təlim nəticəmdə həmin resursun adını qeyd etməliyəm. Əgər məndə həmin belə deyək, resurs yoxdursa, mən təbii ki, o məqsədə gedib çata bilməyəcəm. Ona görə mənim əlimdə hansı resurs varsa, çalışmalıyam ki, məqsədimdə də həmin resursun adını qeyd edeyim. Tutaq ki, bugünkü dərsimiz havanın temperaturu ilə bağlıdır. Belə bir məqsəd qoymuşam ki, termometrin köməyi ilə havanın temperaturunu müəyyən edir. Demək, termometrin köməyi ilə havanın temperaturunu müəyyən edir. Baxın, əgər məndə termometr cihazı varsa, yəni mən dərs boyu termometr cihazından istifadə edə biləcəmsə, həqiqətən də şagird termometrdən istifadə edib temperaturu müəyyən edə biləcəksə, onda mənim təlim nəticəm realdır. Gəlin ikinci bir təlim nəticəsi qeyd edək. Məsələn, başqa bir kütlələr mövzusunda belə bir təlim nəticəsi çıxartmışam ki, Flügerin köməyi ilə küləyin istiqamətini müəyyən edir. Siz təsəvvür eləyin ki, mən məqsədində qeyd etmişəm ki, Flügerin köməyi ilə küləyin istiqamətini müəyyən edir. Əgər mən məktəbdə və yaxud da mənim özümdə Flüger cihazı yoxdursa, şagirdlər dərsdə Flüger cihazından istifadə edə bilməyəcəksə, təbii ki, bu məqsədə də gedib çata bilməyəcəklər. Ona görə bu zaman mənim təlim məqsədimin, təlim nəticəmin reallığı pozulur. Ona görə biz təlim nəticələri çıxardan zaman mütləq əlimizdə, məktəbimizdə olan resurslara, sinifimizin şəraitə əsaslanıb biz resurs çıxartmalıyıq. Yəni, daha doğrusu məqsəd çıxarmalıyıq. Əgər belə deyim, mən məktəbimdə və yaxud da özümdə olmayan resursu mən məqsədə qoyuramsa, təbii ki, bu düzgün məqsəd hesab edilməyəcəkdir. Və sonuncusu time frame, yəni ki, müəyyən vaxt müddətinin nəzərə alınması. Biz yəni bir dərs üçün maksimum 2 və yaxud da 3 təlim nəticəsi qoya bilərik. Həddən artıq çox təlim nəticəsi qoymağa ehtiyac yoxdur. Çünki bu zaman biz gedib məqsədə çata bilməyəcəyik. Artıq bizim məqsədimiz 3-dən çox olsa, çox güman ki, biz o vaxt çatdırıb gedib onun hamısını reallaşdıra bilməyəcəyik. Ona görə biz çalışmalıyıq ki, məqsədlərimizin sayı məhdud sayda olsun. 2-3 aralığı olmağı kifayət edir. Yəni, ondan artıq olması demək bizim baxan kimi bilinəcək ki, bu real deyil də. Çünki biz bir dərsdə maksimum 3 dənə məqsəd reallaşdıra bilərik. Çünki vaxt tamamilə var. 45 dəqiqə çatdırmalıyıq. Ona görə biz çalışmalıyıq ki, bir dərs üçün maksimum 2 yaxud da 3 təlim nəticəsi qoyaq. Həddən artıq təlim nəticəsinin qoyulması, vaxt ərzində gedib o məqsədə çata bilməməyimiz təbii ki, burada yenə də təlim nəticəmizdə gedib çata bilməməyimizdə məqsədimizin reallaşmamasına səbəb olacaqdır. Bəs təlim nəticələri çıxaran zaman müəllimlər hansı səhvləri edir? Deməli, təlim nəticələrinin çox mürəkkəb şəkildə yazılması. Baxın, müəllimlərin ən çox etdiyi səhvlərdən biri budur ki, biz təlim nəticələrini çox mürəkkəb formada yazırıq. Məsələn, bax, belə təsəvvür edin. Deyirəm ki, Azərbaycanın çaylarını müəyyən edir, xəritədə göstərir, kontur xəritəyə köçürür. Yəni, biz bir mövzunun, yəni bir dənə məqsədin içində görün, neçə dənə feildən istifadə edirik. Artıq bu təlim nəticəsi mürəkkəb oldu. Yəni, bunu qiymətləndirmək də çətin olacaq. Ona görə biz çalışmalıyıq ki, yazılmış təlim nəticələrində çox, bunun müddəsi taksonomisinin çox da feilləri istifadə olunmasın. Yəni, bir dənə feil olsa kifayət. Məsələn, deyirəm ki, Azərbaycan Respublikasının çaylarının xüsusiyyətini müəyyən edir. Artıq onları xəritədə müəyyənləşdirmək və yaxud da kontur xəritədə qeyd etmək ikinci bir məqsəd kimi yazmalıyam ki, bunu qiymətləndirmək daha rahat olsun. Ona görə təlim nəticələri ilə bağlı tez-tez edilən səhvlərdən biri təlim nəticələrinin çox mürəkkəb şəkildə yazılmasıdır. İkincisi səhv, bir dərs üçün həddən artıq təlim nəticələrinin yazılması. Yenə də qeyd edirəm, biz bir dərs üçün həddən artıq çox məqsəd yazmamalıyıq. Maksimum 2-3, ondan artıq yazırıqsa, deməli, bu da düzgün deyil.
Artıq biz 5 dənə, 4 dənə təlim nəticəsi yazmışıqsa, deməli bu bizim buraxdığımız səhvdir. Bir dərs üçün maksimum 2 və yaxud da 3 təlim nəticəsi olmalıdır, çünki o əsas kəmiyyət deyil, keyfiyyətdir. Yəni elə biz təlim nəticələri seçməliyik ki, sayına görə biz onu 45 dəqiqə ərzində keyfiyyətli şəkildə, mükəmməl şəkildə reallaşdıra bilək. Yalandan sayı çox eləyim, keyfiyyət olmadısa, burada da yəni ya bizim buraxdığımız səhvdir. Üçüncüsü, təlim nəticələrinin şagirdlərə bildirilməməsi. Bayaq da qeyd etdik, mütləq və mütləq təlim nəticələri şagirdə bildirilməlidir. Çünki təlimlə məqsəd yəni şagird üçündür. Şagird məqsədə çatmalıdır və şagirdin gözünün qabağında olmalıdır ki, bu gün bizim məqsədimiz nədir? Biz hansı məqsədə gedib çatacağıq? Yəni bizim dərsimizin məqsədini lövhəyə yazırıq və yaxud da şagirdə elan ediriksə, demək artıq bizim dərsimiz şagird yönümlü olur. Artıq burada görürük ki, şagirdi biz nəzərə aldıq. Şagirdin həqiqətən də məqsədin şagird üçün olduğunu artıq biz anladıq. Buna görə biz mütləq təlim nəticələrini şagirdlərə elan etməliyik. Digər bir məsələ, təlim nəticələrinin sonunda bayaq qeyd etdiyim kimi bilir, bacarır, tanıyır, əzbərləyir, görür, məlumat toplayır. Bu fe'llər statik fe'llər hesab olunur və bunları qiymətləndirmək mümkün deyil. Ona görə təlim nəticələrinin sonunda bu fe'llər ola bilməz və bunu əzbər yadda saxlayaq. İkinci məsələ, əgər şagirdin yox, müəllimin fəaliyyəti əks olunubsa, bu da düzgün təlim nəticəsi deyil. Bu haqqda da bayaq danışdıq. Yəni ki, təlim nəticəsində mütləq müəllimin yox, şagirdin fəaliyyəti əks olunmalıdır. İndi gəlin test üzərində bunlara baxaq. Birinci sualımızda deyir ki, verilən məlumatlardan hansı təlim nəticələri üçün yanlışdır? Şagird yönümlü olmalıdır. Bəli, biz qeyd etdik ki, təlim nəticələrimiz mütləq şagird yönümlü olmalıdır. B. Alt standartdan çıxarılmalıdır. Bəli, biz bilirik ki, bizim dərsimizin məqsədi alt standartdan çıxarılır. C. Müəllim mən nə keçəcəyim yanaşmasında olmalıdır. Xeyr, biz bayaq da qeyd etdik ki, yəni bizim təhsil sistemimiz, tədris prosesi şagird yönümlüdür. Ona görə də müəllim mən nə keçəcəyim yox, şagird nə öyrənəcək yanaşmasında olmalıdır. Yəni, sualımızın yanlış cavabı C bəndi. D. Fəaliyyətin əksinə olaraq öyrənmə önə çəkilməlidir. Bəli, biz dedik ki, əsas öyrənmə vacibdir. Bəli, spesifik olmalıdır, tamamilə doğrudur. Demək, bizim sualımızın düzgün cavabı olacaq C bəndi. İkinci sualımıza baxaq. Hansı effektiv təlim nəticəsi deyil? Maddənin xassəsini onun daxili quruluşu ilə əlaqələndirir. Bəli, gördüyümüz kimi burada Bloom'un idraç taksonomiyasının fe'lindən istifadə olunub. Spesifikdir, dəqiqdir, yəni bunun düzgün rəy kimi götürə bilərik. Sağlamlığı şərtləndirən əsas amili fərqləndirir. Yenə də burada Bloom'un idraç taksonomiyasının fe'lindən istifadə olunub. Bu da doğrudur. Təbiət ilə bağlı davranış normalarının cəmiyyətin həyatındakı rol və əhəmiyyətini izah edir. Yenə də izah etmə var. Təbii ki, bu da düzgün təlim nəticəsidir. Bioloji müxtəlifliyin qorunmasında dövlətin funksiyalarını öyrədir. Baxın, bu da diqqətli olaq. Öyrədir. Öyrədən kimdir? Müəllim. Deməli, gördüyümüz kimi bu testdə şagirdin yox, müəllimin fəaliyyəti əks olunub. Və müəllimin fəaliyyəti əks olunubsa, deməli, bu düzgün təlim nəticəsi deyil. Ona görə də sualımızın düzgün cavabı D bəndi. C bəndinə də baxaq. Məişətdə və ictimai yerlərdə potensial təhlükəli obyektləri fərqləndirir. Bəli, burada da yenə Bloom'un idraç taksonomiyasının fe'lindən istifadə edildiyinə görə düzgün təlim nəticəsi olacaqdır. Üçüncü sualımıza baxaq. Deyir, verilənlərdən hansı təlim nəticələrini seçərkən müəllimin buraxdığı səhvlərə aid deyil? Aha. Bir dərs üçün çoxlu təlim nəticələrinin yazılması. Bəli, biz bir dərs üçün çox təlim nəticəsi yaza bilmərik. 2-3 təlim nəticəsi kifayət edir. Bu səhvdir. Təlim nəticələrinin şagirdə bildirilməməsi. Biz qeyd etdik ki, müəllim mütləq və mütləq təlim nəticələrini şagirdə elan etməlidir. Etmirsə, demək bu da müəllimin buraxdığı səhvdir. Təlim nəticəsinin sonunda statik fe'llərdən istifadə etmək. Bəli, yəni bilir, bacarır, tanıyır, görür. Bu tipli fe'llər varsa, bu da düzgün təlim nəticəsi deyil. Yəni bu da səhvdir. Təlim nəticələrinin alt standartdan çıxarılması, bəli, bu tamamilə doğrudur. Bu heç bir səhv burada yoxdur. Yəni müəllim təlim nəticələrini alt standartdan çıxarmalıdır. Ona görə də sualımızın düzgün cavabı D bəndi olacaqdır. Dördüncü suala baxaq. Deyir, verilmiş fikirlərdən hansı təlim nəticəsi üçün yanlışdır? Dərsin məqsədi alt standartdan çıxarılmalıdır. Bəli, biz də qeyd etdiyimiz kimi dərsin məqsədi mütləq və mütləq alt standartdan çıxarılmalıdır. Müəllim mən nə keçəcəyim yanaşmasında olmalıdır. Xeyr, müəllim mən nə keçəcəyim yox, şagird nə öyrənməlidir yanaşmasında olmalıdır. Elə yanlış olan budur. Təlim nəticələri şagird yönümlü olmalıdır. Tamamilə doğrudur. Fəaliyyətin əksinə olaraq öyrənmə önə çəkilməlidir. Doğrudur.
və təlim nəticələri ölçülə bilən olmalıdır. Yəni onu qiymətləndirmək mümkün olmalıdır. Tamamilə doğrudur. Demək, yanlış olan B bəndi olacaqdır. Müəllim mən nə keçəcəyim yox, şagird nə öyrənməlidir yanaşmasında olmalıdır. 5-ci suala baxaq. Deyir, effektiv təlim nəticəsini müəyyən edin. Məlumat toplayarkən müxtəlif mənbələrdən istifadə etməyi öyrədir. Yenə öyrədən kimdir? Müəllim. Ona görə bu yanlışdır. Azərbaycan sərhədlərinin uzunluğunu bilir. Bilir sözü olduğuna görə yanlışdır. Yol hərəkəti nişanlarını tanıyır. Tanıyır sözü olduğu üstünə görə yanlışdır. Bədii əsərlər əsasında israfçılığın zərərlərini izah edir. Artıq bulunma rəstaksionlamasının feilidir. Düzgün cavab D bəndidir. Yenə də günəş şüalarının düşmə bucağına aid məsələləri həll etməyi bacarır. Bacarır söz olduğu üçün yanlış olacaqdır. Dəyərli həmkarlar, bugünkü dərsimiz bu qədər. İnşallah növbəti dərslərdə görüşərik.